Axtardığım biri de var idi, o da Qurban idi. Qurban idi. Gəlib. Hı? Gəlib. Gəlib. Qurban gəlib. Daha doğrusu gəlir. Hə? Hazırdır. Qurban nəhayət ki gəlir, görürsən. Amma bir şərtlə gəlib Qurban. Nə şərt? Əgər DNK-da uşaq Qurbanın olarsa əlindən alınacaq. Heç vaxt. Vallahi tələbi sən eləmirsən. Yerdən danışmayaq, mane olmayaq. Şu an onu da böyüdürəm, niyə verirəm ama? Hazırda kökədir. Ana Gülxanım deyil, çox rahatçılıqla aparsın, təslim eləsin ki, al apar. Bu qadın balaları üçün həyatını çürüdür, məhv eləyir həyatını. Burada anadır da, ana özü baxır da balasına. İmtina eləyir bəyəm. Amma dövlətin xanım sizin hamı dünyaya evlad gətirə bilər, hamı. Yox, bu nə demək? Amma hamı ana ola bilmir axı. Siz izah eləyin də, dövlətin qanun Mən qaydaları var. mümkünat elə, Xanım mümkünat burada onu qanun izah qaydanı eləyərsən. pozacaq neynədir ki? Deyir ki, mən balamı heç kimin əlinə vermirəm. Burada qanun qaydanı pozacaq nə var ki, xanım? Şöyle Bilirsən, necə olmalıdır? çəkib onlar Niyə böyüdürəm. Uşağın başı Onlar ki, fit qaynayır. Raman bəy, uşağa baxır. Qanunlarına tabi olmaq istəmirsiniz. O da baxmır, bu da baxmır. Hə? Elə bunların ikisi də Dövlətin eynidir. qanunu var, qaydası var. Siz Anne, bir qanun uşaq qayda, burada qayda doğacaqsınız, qaydası- bir uşaq orada Mən doğacaqsınız. başa düşmürəm. Dünənə mən özümə gələ bilmirəm. Mən dünən bütün efirə baxmışam. Hələlik o məsələyə toxunmayaq da, biz bu Amma yenə də məsələdən danışırıq. fikrimi demək istəyirəm ki, Vəfadır da, Vəfa neçə, 2 aydır da buradasınız, hə? 2 aydan da bəlkə də çoxdur. Amma eyni şeyi deyirsiniz. DNK istədiniz, DNK elətdirdi, Xoşqədəm xanım sağ olsun. DNK-nı açmağa qoymursunuz. Niyə qoymursunuz? Niyə? Niyə icazə vermirsiniz? DNK-nı tələb edən bu tərəf idi. Biz tələb eləmişik, əvvəla hər kəs Onlar salamlayaq, tələb edib, xoş onlar gələn üçün də açılmalıydı. Siz nə olsun ki, anasız? Dünyaya uşaq gətirmək ana olmaq demək Ayla deyil. xanım küçəyə atmayıb. Buyurun Qurban, içəri daxil Ola olun. bilər, Bu qadın balasını atmayıb. 2 uşağa baxmışam, 2 qız uşağına. Sahib. Ay Nailə xanım, sizinlə bu qadın bir tutulacaq adamlar. Ana anadır, ananın təhsili, Ay təhsili yox. Xoşqədəm xanım, Nailə xanım təhsilli adam, dövlət işində işləyən adam, əlinə hər ay kartını vurub pul alan adam. Bu qadın səfil bir qadın. Siz müqayisə olunacaq adamlar deyilsiniz axı. Siz özünüzü bu qadınla müqayisə eləyə bilməzsiniz. Qurban, sən nə deyirsən? Bu qadın pisdir, uşaq da, hər şeyi qoyuram kənara. Yaxşı, bu uşaq dünyaya gələndə, sən bir kişi olaraq, bir ata olaraq, sən dərk etmədinmi ki, mənim uşağım var, ona aliment verməliyəm, ona baxmalıyam, onun arxasında dayanmalıyam. Bu qadın bu uşağı dünyaya tək mi gətirib? Uşaq o da Ay qardaş, bir normal danış. əsasdan nəyməsi Allah'ım. Deyirsiniz ki, uşağı dünyaya gətirən nə fikirləşirdin? Nə fikirləşəcəm? 10 ildən sonra o insan çıxıb ortalığa ki, uşağım var. 10 ildən sonra. 10 ildən sonra nə der? Neçə yəni? Başından Bir bilmirəm. dəqiqə deyən. Başının düzündə attım məkamilə hamilə qaçdım. Siz özün Gözün belədi baxdı. Orada heykəl kimi gözün belədi. Sən də burada. Hamısının gözünü bərəltdirmirsən də. Bircə dəqiqə. bir dənə söz deyim. Qurban, bu danışdıqları həqiqətdir. O insan mən vallahi ki, neçə gündür burada baxıram, mən efirə baxıram ki, yəni o insanın bir dənə dilinə bir söz gəlmir. Yalan danışır. Da yalan Onun danışan. danışığı var, onun nəfəsi yalan. Hə, nəfə o səninlə Onun danışığı yalan O sənə danışır. qoyublar, o Qulaq atı asın. mənə yox.
Sənə qoyublar adı o. Mən imkan verəsən danışın. Sən imkan vermək istəyirsən, sözün var ki sənə. Mən olanlar deyirəm da sən. Qoy imkan Yalanın verdi. indi başına başqa Həmişə danışanda mən də sözümü kəsir. Qurban da danışanda qurbanın da sözünü kəsir. Siz Ancaq niyə bunu belə dinləyin abi, təhqirlər ancaq bunu eləyirsiniz? dinləyin. Ayıbdır, ay xanım. Xəstəlik sən yaxşı bir mən heç bir anaya yaraşdırmazdım. Öz xəstə övladına baxırsan, başqa bir uşağa da xəstə deyirsən. Ayıbdır. Buyur. Buyur Qurban. Bu insanla mən də tanış olmuşam, avtovağzalda. Yəni mən də kəndə idim, o insan da kəndə idim. Deyir ki, mən Qurbanı bilmirdim ki, Qurbanın adı Qurban da, yəni Rəcəbdir. Yalan Belə. deyirəm. Nə danışır? Bir dəfə deyəm də. Qulaq as ki, deyirsən ki, mən Rəcəbi tanımırdım. Yəni bilmirdim ki, onun adı Qurbandır. Mən adımı, mən bütün kəsə bilir ki, Mikrofon. bu boyda uşaqdan belə soruşsun ki, rəhmətli Qurbanın oğlunun adı nədir? Gezəylə Qurban. Qurbanı hardan tanıyır bu? Qurbanı hardan tanıyıram ki mənə? Röştanım, mən dədəm bir kətli tanımayan adam yox. Mən hardan tanıyıram ki? Röştanım, laf yaxşı tanıyır. Mən anam tanıyırdı, O anamdan insan özünü soruşdum. sığortalıyır. O nə deməkdir? Nə oldu? Mən tanımadım, mən pis çıxdım, o pis çıxdı, o birisi pis çıxdı. Hayla qabağına çıxan hamısı Yəni pis çıxdı. kəslər nə bilirsən sən familyon nədir? Sən özünə yaxşı deyirsən. Mən özümü Xan, yaxşı bir saniyədə nə olar rica edirəm. Bax, bugün məni həqiqətən də məni idarə edin. Bir dənə sözünü desin. İmkan verin, yəni idarə edin mənim əzizlərim. Həqiqətən mən səhhətimdə problem çıxmışam bura. Getdim kəndə. Çıxdılar qabağıma, anası özü. Gedim zorla uşağı aldım əlimdən. Çıxdım gəldim. Keçən il asıldı bu söhbət. Birində uşaq sənindir. Çağırdınız gəldim. Əgər o söhbətin üstünə qasan edimsən, niyə gəlirdin? Özü Teymur qız uşağı. Düşmüsən əlinin üstünə, 50 DNK versin, hə? Qulaq, qoy, Silvi deyim. Zülmü xanım, mən səhhətimdə problem var. Sizdən artıq dərəcədə və sonuncu dəfə rica edirəm. Uşağı var da düzdür. 3 dənə uşağı var da, yəni İlmaz, Ayxan, Sən neçə dənə? 6 dənə desən, 6 dənə. Mən 300 dənədir, 10 sənin ailəti var. Düşmüsən uşağın üstünə, gət İlmazdan, Kimə deyirsən ki? Gət İlmazdan dentan arz verdi. İlmazdan, Yeşoğlu. Yılmaz deyirsən ki? Onun dədəsi bilinsin, mən də sənə dentan arz verəcəm. Nə? Ha, bu Kimi? söhbət. Yılmaz'ın. İlmaz gələcək var, dentan arz veriləcək. Allah şahidim ki, Allah Yılmaz. şahidim. Dentan arz olunacaq, onun atası bilinəcək. Atası bilinəcək. Ona lazım deyil. Bizi, yox, bir dəqiqə, bizi ilgiləndirmir o. Qurban, bu dəqiqə məni ilgiləndirən sənsən. O az yaşlı qız uşağıdır və bu DNK-dır. DNK-nı vermək, əgər səninsə uşağa sahib çıxıb baxmaq, alimentini vermək. Yox, mən aliment vermirəm. Nə də uşağı onda qoymayacaq. Hə, uşağı alacaqsan, bu sənin haqqındır. Məhkəməyə ver. Sen adını Yəni ne o koymuşsan insanın, ki? o insanın Ay sen kimsen ne sen? Sen Ben kim kimsen ki? olduğumu- Sen O uşağın Uşağın atası. Əgər o DNK analizi çıxarsa, Qurban atası olarsa, o uşağı da al, qardaş. Əgər o uşağı Uşağı götürməlisən. bir dənə icazə Ağzı versə, yəni gözlə. mənim burada bir həftədir qurban yoxdur, qurban itiyib, qurban gəlib çıxıdan imkan verir, qurban sözünü desin. Həmişə gizlənmirsən sən. Anon gizlədirsən. Gizlənən oğlan burada olmur. Sən sürrəni anon batırır ancaq. Biz bir ayda burada qurbanı gözləyirik. Ay xanım. Buna sual verən burada. Keçənlər mən verilişə gələn sonra mənim nömrəni alıb. Bir Niyə sən- deyir ki? Mən Bir gəlmişəm saniyə. bura. Uşaq demirsiniz, Teymur qız uşağı. Bəli. Uşaq mənimsə. Bəli, Hökumət var, dövlət var, qayda var. bəli, qanun qayda, var. məhkəmələr var. Məhkəmə Bəli. olacaq. Uşaq ona, yəni mən inanmıram ki, ona uşaq verirlər. Ay Allah, sənə veriləcək. Həyatı, onun yaşayışı, yəni o da, Sənə veriləcək. yəni qız uşağın ona heç bir hökumət, heç bir dövlət verməz. Deyirəm ay Rasim kişi, elə oturubca dayanmısan, baxırsan, bir dənə bir cümlə belə danışmırsan. Bir cümlə belə danışmırsan. Xoşqədəm xanım, bura gələndən o demişəm, o xəstə adamdır, əqli qüsurlu adamdır. O nə danışsın, o mən müdafiə edirəm burada. Məndən başqa o müdafiə edən yoxdur. Sən niyə o axşamamsan? Nə əqli qüsurla? Sən niyə o axşamamsan? Sən əgər oyun oğursansa, sən niyə axşamırsan bə? Baxın Xoşqədəm xanım, yeməyimizi verirsiniz, Allah köməyiniz olsun. Yeməyimizi də alırsınız, Xoşqədəm xanım. Paltarımızı da almısınız. Ramal müəllim bizə çox yaxşılıqlar eləyib. Allah onun köməyi olsun. Allah sizin də köməyiniz olsun. Allah atuzanıza rəhmət eləsin, Xoşqədəm xanım. Biz bura DNK üçün gəlmişik. Mən gələndə bura dedim ki, DNK verilsin. Əgər uşaq atamın çıxsa, aliment veriləcək, çeklə aliment veriləcək.
Bu barışmaq, zaddır Xoşqədəm xanım. Barışmaq Yox, biz nədir kimisə Xoşqədəm mən... xanım? Ölləmək Mənim atam xəstə adamdır. Onun bugünkü gündə o uşağa görə əziyyət çəkir. Mən əziyyətli olduğum müddətdə ömür boyu uşağa əziyyət çəkib o mənim atam. Dilənib o uşağa görə. İşləyib, fəhlə yanında işlədib bunu, atamı. Bu işlədib. Xalası oğlunun yanında Vəfa, işlədib. neçə ki gec deyil, çünki DNK bir az sonra gəlir nümayəndələr DNK götürüləcək. Neçə ki gec deyil, imtina edə bilərsən. Xoşqədəm xanım. Çünki bir söz demək istəyirəm. əgər qurbanın, indi mən bilmirəm, Qurban, əgər sizin övladınız olmasa necə, məhkəməyə verəcəksinizmi bu qadını? Allah qorusun, onun başına nələr. Sən heç ayaqda dura bilirsən. Yox, sən məhkəmədən gedir də, qanundan gedir söhbət. Qanuni hüquq müstəvisindən gedir. Onu mən yaratmamışam ki, o məsələyə. Bəli, hüquqi Qayda var, qanun var. O uşaq məndən çıxmasa. Bayaqdan mən fikir verirəm. Birinci qurbandan qabaq danışdı. Mənim üçün maraqlı bilirsiniz nədir? Bəlkə də mən ola bilsin o qadınlar kimi düşünə bilmirəm, amma mən bildiyimə görə, neçə illik təcrübəmə görə heç bir qadını məcburi deyə bilməz ki, bu uşaq, yəni qadın uşağı saxlaya bilməz. Yox, bir dəqiqə. Heç bir qadına məcburi demək olmaz ki, bu uşağı sən dünyaya gətirməlisən. Əgər o qadın istəmirsə, nəyin bahasına olursa olsun, o uşaqdan... Yox, bir dəqiqə gözlə, xahiş elədim. Bir dəqiqə, axıra qədər dinlə bir. Yəni, məntiq orada yoxdur ki, siz uşağı istəmirdiniz. Uşaq, yəni, elə bir vəziyyət neçə ay olmuşdu, artıq doğuş prosesinə gedən ərəfədə. Bu uşağı istəmirəm, bu gəldi qoyma ki, uşaq bizdən... Uşağı yox, uşağı Yaxşı, görə yox, müəllim. yaxşı, indi bir dəqiqə qəbul eləmirdiniz. Hə, İndi deyirsiniz ki, bir də dediniz ki, xəbərin yox idi. Qurban deyir, güya keçən il açılıb da. Siz də buna deyirsiniz ki, necə yəni keçən il? Xəbərin yox idi ki, bu uşaq sənin. Niyə yox idi ki? Yox, sənin ritorik olaraq deyirəm də, sən sual verdin. Bəs həmin ərəfədə ki, qurban yoxa çıxmışdı da, mənim üçün maraqlıdır o Aydındır, yoxda. O qurban yoxa çıxanda siz tədbir görmüşdünüz? Necə təbdiri? Yəni axtarmışdınızmı, getmişdinizmi, məhkəməyə vermişdinizmi? Axtarmadığımız yer var. Yox, axtarmadınız. Məhkəməyə vermisən? Yox, yalan. Ayşə, yaxşı bir dəqiqə. Polisə vermişdim. Yaxşı, yox, polisə yox. Uşağın doğum şəhadətnaməsində qurbanın adı keçir? Onda yox. Yox, keçir. Kağız yoxdur. Yoxdur. Bilirəm, yoxdur da. Ona görə də aliment ala bilmirsən, düzdürmü? Yaxşı, atalığın tanınmasıyla bağlı heç bir məhkəməyə verdinmi? Məhkəməyə vermədi, bura gəldi, sən axtarırama. Bir müddət sonra alınmadı, sənəddə problem olduğuna görə Vəfanı göndərdilər sənədin düzəltməyə və o sənədləri düzəltdi. Bu dəfə Rasim gəldi ki, oğlu Əli ilə birlikdə ki, bəs mən DNK istəyirəm. Çünki o uşağın məndən olduğuna əmin deyiləm, aliment vermək istəmirəm. Bu dəfə qurbanı da çağırdıq belə. Neysə.